Ramazan ayının süfrəsi digər süfrələr kimi deyil. Ramazan ayının süfrəsində, yəni oruc tutarkən insan yemək, içmək süfrəsi deyil. Yemək, içmək süfrəsində oturmayıb və Allahın dəvəti də, Allahın qonaqlığa dəvət etməsi də yemək, içməyə dəvət etmək demək deyil. Bu ayın əsas bərəkətli süfrəsi və Allahın qonaqlığı mənəvi qonaqlıqdır. Ramazan ayının 50-dən çox adları qeyd olunur. Kəramət, rəhmət, bərəkət, izzət, tövbə ayı deyilir bu aya və ən əsası səbr ayı deyilir bu aya. İnsan Allahın süfrəsindən bu nemətləri istifadə etsə, bu nemətlərlə qidalansa, bəhrələnsə, insan həqiqətən də xeyir mənbəyinə çevriləcək.